Hiperaktiv uşaqlarda məktəbdə problemlər yaşanır. Xüsusən də öz yaşlarından çox müəllimləri ilə yaşayırlar bu uşaqlar problemi. Çünki bu uşaqlarda ilk özünün əlamətləri nədir? Diqqət əksikliyi. Diqqət əksikliyi, yəni uşaq artıq dərsə konsentrə ola bilmir. 45 dəqiqə dərs saatı hiperaktiv uşaq 15-20 dəqiqədən çox konsentrə ola bilməyəcək müəllimlə. Avtomatik əlləri, ayaqları oynayacaq, ruçkayla oynamağa başlayacaq, dəftərin qıraqlarını gəmirməyə başlayacaq, ayaqları hərəkətdə olacaq, kiməsə söz atacaq, artıq müəllim qıcıqlanır və müəllim daim özünə nəzarət elə, qışqırır üstünə, hətta cəzalandırır da belə uşaqlar sinifdən çıxardır. Xeyr, biz həmişə deyirik, hiperaktivliyi olan uşağın özünə asılı deyil. Genetik faktor hiperaktivliyi də çox önəmlidir və mütləq ana və atadan biri hiperaktiv olmalıdır. Bunlardan biri olması uşaqda özünü göstərmir. Ona görə bu genetik və hormonal bir problem olduğuna görə bu uşağın özünə asılı deyil. Biz mütləq onu valideynlərə çatdırırıq. Bu uşağın diqqət problemi varsa onu döyməyə, cəzalandırmaq lazım deyil. Hiperaktiv uşaqlardan 5 gözləmək yalan olar. Mütləq valideyn özü gözləntisini bilməlidir. Belə uşaqlar maksimum 4 ala bilir. Üzərində çox çalışılarsa 5 az hallarda alınır. Amma əlaçı olmurlar belə uşaqlar. Amma mən sizə deyim ki, əlaçı olmasalar da bu uşaqların gələcəyi çox parlaqdır. Onlarda intuisiya çox güclüdür və belə uşaqlar işlərində, hətta 3 alan uşaq belə olsa, işində elə bir uğurlar qazanır ki, valideynlər çox az təəccüblənir. Bu uşaq heç məktəb vaxtı yaxşı oxumazdı. Niyə bəs indi məsələn bu işdə parladı, qabaq et? Valideynlər özləri inanmırlar. Güvənsizlik yaranır uşaqlara qarşı. Amma əslində xeyr, belə uşaqlarda xüsusi bacarıq və istedad var. Bunu nəzərə alsınlar və valideynlər mütləq olaraq bu uşaqlara çatdırmağa çalışsınlar. Uşaqları məcbur eləməsinlər. Diqqət əksikliyi onlardan asılı olan bir şey deyil və korreksiya eləmək lazımdır. Müəllimlər mütləq belə uşaqlara tapşırıqlar verməlidir. Məsələn, təbaşir və gətirmək və ya lövhəni silmək və ya evin, otağın təmizliyinə baxmaq. Yəni bu kimi uşaqlara vəzifələr verərək uşaqları rahatlandırmaq və onlarda özgüvəni qaldırmaq lazımdır.